Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir. Bununla bağlı deputat Vüqar Bayramov Facebook hesabında paylaşım edib. O, sərəncamın icrası ilə bağlı ünvanlanan sualları qısa olaraq belə izah edir. Yardımlar hazırda ünvanlı sosial yardım alan bütün ailələrə şamil ediləcək. Bu o deməkdir ki, 76 mindən artıq ailəyə məhz 200 manat bir dəfəlik yardımın verilməsi həyata keçiriləcək. Söhbət 335 mindən artıq ailə üzvünə şamil edilməsindən gedir. Yardımların verilməsi proaktivdir, yəni vəsait ünvanlı sosial yardım alan və ailələrin kartlarını ödəniləcək. 2026-cı ildə də ünvanlı sosial yardım proqramının məbləğinin ehtiyac meyarının artması səbəbindən yüksələcəyi gözlənilir. Bu xüsusən də yeni ünvanlı sosial yardım alacaq vətəndaşlara şamil olunacağı gözlənilir. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.